Günay Hüseyindir. Özüm həm tarix üzrə fəlsəfə doktoruyam, həm dosentlər, həm də 21 yaşından 20 ildən çoxdur ki, tərbiyəçi, qeyri-hökumət sektorunda vətəndaş cəmiyyətini tanınan simalarının biri də mənəm. Bu liderlik, qadın liderliyidir, insan hüquqlarıdır, qadın hüquqlarıdır, bu kimi məsələlərdə. Bugünkü bizim təlimimizin əsas məqsədi qadın liderliyi haqqında danışmaqdır və təlimimiz də birincisi qadın liderliyidir. Təlim bizdə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin çox önəmli bir təşkilatdır. Nazirlik səviyyəsində olan bir qurumdur. Şəklini də çəkə bilərsiniz, özünüzdə də saxlaya bilərsiniz. Maliyyə dəstəyi də qadın haqları və qeyri-bərabərlik ictimai birliyinin səsin var layihəsində təşkil olunmuşdur. Yaxın biz bir 50 dəqiqə ərzində sizinlə olduğunun önəmli bir hissəsini keçib, mən və bizim hörmətli təlimçimiz Aygün xanım sizə deməli önəmli bilgiler verəcək və əminəm ki, siz də bu təlimdən bir qazanan tərəf olaraq qayıdacaqsınız. Təlim haqqında birinci əsas interaktiv hissəyə keçməmişdən qabaq, mən sizə bir sual vermək istəyirəm. Birinci məsələni dəyişmək istəyirəm. Yəni, bax, biz indi qadın liderliyi danışdıq, eləmi? Liderlik deyəndə, birinci mənim əsas sualım, sizin gözünüzün qabağına nə gəlir? Liderin hansı xüsusiyyətlər gəlir? Məsələn, siz nə deyə bilərsiniz bu haqqında? Tutalım, məsələn, deyir ki, filankəs lider. Nə gəlir gözünüzün qabağına? Məsələn, iradəsi, bəli, liderin iradəsi misal göstərə bilərsiniz. İkincisi, necə? İdarə edən şəxs, liderin xüsusiyyətlərindən biridir, amma hər idarə edən də lider deyil. İdarə edənlər çoxdur. Amma o da onun bir xüsusiyyətlərindən biridir. Başqa, məsələn, tutan liderin bir xarizması. Deyir ki, filankəs liderdir. Deyirsin, niyə deyirsin, bir özünə məxsus xarizması var. Lider deyəndə sizin ağzınıza gəlməli olan məsələlərdən biri. Tutam, qərar vermə gələ bilərmi? Gələ bilər. Ünsiyyət gələ bilərmi? Gələ bilər. Motivasiyadan gələ bilərmi? Gələ bilər. Komandası olan şəxs biz deyə bilərik mi? Bax, deyə bilərik kimi biz bir liderin xüsusiyyətlərini sizə misal göstərə bilərik. Ümumiyyətlə, liderlik mövzusu xanımlar, gənc qadınlar və qızlar arasında xüsusən həssas və deməli, yarışması həssas bir mövcuddur. Niyə? Çünki uzun illərdir bizə nə deyilir? Bizə deyilir ki, bir qadın olaraq ehtiyatlı ol, həmişə arxa planda ol, bir ölç, min bic kimi bir də bir nələrsə atalar sözləri və s. deyilir. Biz demirik ki, bunların hamısında haqlılıq payı yoxdur. Xeyr, bunlar var. Lakin ikinci bir sual da ola bilər ki, niyə həmin bu ehtiyat payı artıq bizdə qarşı tərəfə yönlənmir? Niyə biz oğlanlara ehtiyatlı ol, sözünü hərəkətini deyən zaman bir özünə diqqət elə, bu sənin həyatında iz buraxacaq kimi bir məsələlər deyə bilmərik ki, bu məsələlər də öz yerində. Qadın liderlik barəsində təlimlərin, mən bir giriş xarakterindən, əsas məsələlərindən biri sizin liderlik haqqında təbii ki, məlumatlandırmaq deyil. Mənə qədər Aygün xanım tam bunu istəmir. Bizim istədiyimiz sizin içinizdə olan bir lider qadın var, onun ruhunu oyatmaqdır. Öz potensialınızı görəcəksiniz, səsinizi eşidəcəksiniz və özümüzün o daxilimizdə, biz xanımların ki, daxilində bir bacarma hissi var. Siz o hissi nə edəcəksiniz? Ortaya çıxaracaqsınız. Ümumiyyətlə, çox zaman liderlik deyəndə bizim gözümüzün qabağına böyük auditoriyalar gəlir, ictimai bir publikalar gəlir, mitinglərə gələ bilər, çıxış belə gələr və əslində belə deyil. Liderlik bizim nəydən başlayır? Gündəlik həyatımızdan başlayır. Kiçik yaşlarımızdan, məktəbə getdiyimiz vaxtdan, universitetdə oxuduğumuz vaxtdan və bəzən ailədə biz məsuliyyətləri görüşdürürük, bəzən dostlarımızı motivasiya edirik ki, bunun arasındasa bir liderliyin bir əlamətləri var və bir xüsusiyyətləri var ki, bu zaman biz görürük və eyni zamanda liderlik həm də haqsızlıq qarşısında susmamaqdır. Ola bilsin ki, sizlər elə auditoriyada hər hansı bir haqsızlığı görmüşsünüzsə, əgər bir tələbə yoldaşınızın digərindən, bir hər hansı müəllimin ola bilsin ki, tələbəyə qarşı haqsızlıq etdiyinizi görmüşsünüzsə və o zaman sizin özünüz yox, hətta dostlarınızdan siz haqq səsinizi ucaqmışsınızsa, artıq sizdə liderlik xüsusiyyətləri var və biz sizlər lidersiz deyə bir əminliklə də müraciət edə bilərik. Bu məsələ ümumiyyətlə liderlik məsələsini çox
həssas bir mövzudur, çox vacib bir mövzudur. Niyə? Çünki cəmiyyətimiz bizim qadınlara həmişə necə müraciət edir? Biz qadınlara həmişə deyir ki, ehtiyatlı olun, bir qədər arxa planda qalın, çox önə çıxma kimi bir mesajlar verilir. Halbuki inkişaf etmiş cəmiyyətlərin hamısında, niyə inkişaf edirlər? Çünki ona görə ki, orada qadınlar həm də öndədirlər, qadınlar onların sosial, iqtisadi, mədəni inkişafında iştirak edirlər. Qadın olmasa deyir o, Hüseyin bir sözü var, bəşəriyyət olmaz. Hüseyin məşhur bir kələmi var. Və bugün bizim buradakların hamısının bir fərqli potensialımız var. Ola bilsin ki, biz sizin hansınızsa müəllim olacaqsınız, ola bilsin ki, menecer olacaqsınız, ola bilsin ki, hər hansı bir dövlət idarəçində olacaq. Amma sizin hamınıza bu lideri xüsusiyyətləri də həyatın hər bir yerində nədir? Deməli, lazımdır. İndi mən keçmək istəyirəm bizim bu çıxış haqqında mən danışdım. Birbaşa keçəcəm bizim deməli, interaktiv hissəmizə. Keçməmişdən qabaq mən sizə bir neçə sual vermək istəyirəm ki, daha doğrusu keçirik. Siz lider deyəndə, bax, lider xanım deyəndə, ya da lider deyəndə, sizin gözünüzün qarşısına kim gəlir demir, nə gəlir, o liderdə nə kimi xüsusiyyətlər olmalı? Liderlik deyəndə mən ilk olaraq onu düşünürəm ki, insan, yəni necə deyim, cəmiyyətin hər tərəfində öz sözünü deməli, yəni öz necə deyim, hüquqlarını müdafiə eləməli, öz sözünü deyə bilməli. Eyni zamanda necə deyim, başqasının haqları tapdalandıqda və s. onu gözdən keçirməməlidir, yəni ki, qırağa qoymamalıdır. Mən belə düşünürəm. Başqa? Mən düşünürəm ki, lider kimdir? Lider komandanı, insanları düzgün yönləndirəndir və birlikdə işləmə potensialı olan insandır. Doğrudur sizin əlinizdə. Buyur, Cəmasə. Düşünürəm ki, müəyyən sahədə müəyyən qrup insanı təsir edə bilir, onları düzgün yönəldirə bilir, onları idarə edə bilir. Bizim qrupda Zəhra Behbudova ilə mən Fərqanə müəllimənin layihəsi var idi. Xarici tələbələrə bizim universitetdəki bir çox xarici tələbələrə Heydərəli haqqında ingilis dilində təqdimat vermişdik. O qrupu Fərqanə müəllimə tapşırmışdı ki, idarəçiliyi biz eləyək. Məsələn, orada prezentasiyaları mən hazırlayırdım. Mən də Zəhra adətən qrupu yönəldirirdik və düşünürəm ki, bu bizim yəni liderlik xüsusiyyətlərimizi göstərir. Lap yaxşı. Liderlik əmr vermək demək deyil, demədiniz. Çox haqlı olur. Çünki lider ancaq əmr verən adamlardan olmur. Belə lider olmur. Lider, o qorxu üzərində liderlik anlayışı əslində artıq çoxdan gedir. Liderlik ümumiyyətlə motivasiya və etibar üzərində qurulmuş və bizim kənardakı insanlara təsir edən, komanda qura bilən və orada bir başlıca rolda olan, idarəçilik edə bilən bir şəxsə deyil. Bir liderin ətrafında mütləq surətdə nə olmalıdır? Bu komanda olmasıdır. Əgər liderin ətrafında komandası yoxdursa, onda həmin adamın komandasından söhbət gedə bilmər. Və mən indi sizə ikinci bir sual vermək istəyirəm. İndi xahiş edirəm bizim ofis qəşəng xanımları da bəzinizə adını unutmuşam, buradakılara dərs deyirəm hal-hazırda. Bəs sizin öz həyatınızda kiməsə kömək edib, onu motivasiya etdiyiniz hal olur mu? Amma bu o demək deyil ki, ancaq siz universitetdə qalıyorsunuz. Bəlkə siz yolda hər hansı bir nə bilim, ağlayan bir uşaq görmüşsünüz. Bəlkə incilən bir heyvan görmüşsünüz, o zaman siz etiraz eləmişsiniz. Bəlkə hər hansı bir dostunuz sizi intihar edib, onu bu fikirdən yayındırmışsınız. Yəni, bax, bu kimi məsələn mən deyirəm. Bu kimi hadisələr barədə kim nə deyə bilər? Kimisə motivasiya etdiyiniz olur mu? Buyur Fidan. Yəni, deyim, çox depresiv idi də. Həll oldu ki, onun uğurları, o qədər böyük uğurlar var idi ki. Yəni, elə ki, o deyirdi ki, mən bu dəqiqə yaşamıram da, özümü heç bu dünyada belə hiss eləmirəm. Amma mən necə deyim, o qədər təsəlli verə, yəni, sən beləsən, necə deyim, o uğurların gözünün qapağına gətirəm ki, bunu hər bir insan eləyə bilməz. Yəni, mən bunları deyərək o insanı, necə deyim, depresiyadan yavaş-yavaş çıxardım. Aha, laf yaxşı. Bəs başqa? Həyatda bir çox addımına, bir çox roluna motivasiyası onun dəstək olur. Yəni bu həyatda hər birimizin başına nə qədər də pis şeylər, yaxşı şeylər də gəlsə, yəni biz pisə yönəlib getməməliyik. Əksinə özümüzə motivasiya verib. Məsələn, kimə motivasiya verirsiniz özünüzdən başqa? Məsələn, ən çox özümə və məsələn ətrafımda mənim öz yaxınlarım içərisində, ətrafımda başına pis hadisə gəlib, amma məsələn onunla daha da pisə doğru gedəndə motivasiya verib əksinə onu qaldıra bilirik. Bəs başqa bir sual da verməkdən. Mənim məsələn, məni səs tonum çox gözəl həddindən aldı. Mən məsələn deyirəm. Bax, sən məni indi işləyirsənmi? Səncə mən necə sən təsir edə bilərəm? Yaxşıdır mı?
Burada nəyi eşitmirsiniz? Səs. İndi birinci meyxoşla başlayalım. Siz mənim səsimi eşitdiniz? Yox. Sizcə mən sizə təsir edə bilərəm? Eləyə bilmərəm. Bu, yəni səs olmasa, deməli səsim bizim. Və ya da ikinci bir olan deyil. Siz məni görmürsünüz. Deməli, üz üstə bu, bax, məni siz görmürsünüz də, yəni səsimi eşitirsiniz və sözlərimi də görürsünüz. Burada artıq məni görmədiyinizə görə sizin mənə əhəmiyyət verməyiniz həddindən artıq az olur. Və yaxud da ki, siz məni, yəni, bax, burada 67% bədən dilinə keçir. Mənim sizə təsirimin 67%-i Fidanın dediği kimi. Tam bədən dilidir. Bədən dili çox önəmlidir. İkinci yerdə səs durur. Diqqət edin. Səs və onun tonu, onun diksiyası çox önəmlidir. Üçüncü yerdə isə söz gəlir. Deyən dərsiniz, müəllim, nəyə var? Məsələn, mən sizə hər hansı bir mətn verə bilərəm və siz mənim nə səsimi eşitmirsiniz, nə də mənim özümü görürsünüz. Mən indi, məsələn, seçiciyəm, siz seçicisiniz də gəlmişəm sizin yanınıza. Siz mənim sözlərimi oxuyursunuz, eləmi? Mən sizə nə təsir göstərə bilərəm? Yəni, bu ən az təsirə malik olan hissələrdən biridir. Yəni, bax, misal kimi nəyə göstərə bilərəm? Biz bayaqki bir qrupumuzda da dedik. Məsələn, mən heç danışmıram, vurum çox belə vurdum, bu bədən dilidir. Artıq siz məni gördünüz. Və yaxud da ki, çox qəzəbli bir ictimaiyyətin qabağında mən bir gülümsəyərək çıxıram. Necə təsir göstərə bilər sizə? Həddindən artıq bəzən o deyirlər, odun üstünə o yağ tökməzlər, o su tökərlər. O gülümsəmə bəzən o diyor, o nə ifadəsini verir, su effektini verir. Bəzən isə sizin o hayküyünüz qarşısında mənim deyir o sarsılmaz qaya kimi dayanmağım o situasiyanın ötüb keçməsinə nə ola bilər? Təsir göstərə bilər ki, bunun hamısı bizim bədən dilimizdir. İkincisində dediyimiz kimi nə gəlir? Səs gəlir. Səssiz çox zəiflikdir. Həmişə mənim dediyim bir şey var. Siz bunu bir bənzədin ki, elə bir o aslan nərintisi ilə bir bülbülə. Sizə özünə əmin, arxain bir aslanın nərintisi daha çox təsir edə bilər, daha çox belə motivasiya verə bilər, yoxsa bülbül. Bülbül bizi sakitliyə apara bilər ki, bu da videoya sizdə xas olmayan, necə deyək, uşaqlar, xüsusiyyətlərdən biridir. İndi mən sözü vermək istəyirəm, deməli, bizim Aygün xanıma, Aygün xanım, zəhmət olmasa, siz davam edərdiniz, sonra isə başlayacaqsınız. Bayaq Günay xanım qadın hüquqları, qadının cəmiyyətdəki rolu, liderliklə bağlı müəyyən məqamlara toxundu. Təbii ki, cəmiyyətdə liderliklə bağlı müəyyən stereotiplər var. Bəziləri düşünür ki, liderlik anadan gəlmə bir xüsusiyyətdir, insan doğulandan lider kimi doğulur, o xüsusiyyətlərlə doğulur. Bəziləri düşünür ki, lider onu yetişdirən tarixi, siyasi, müəyyən bir situasiyadan asılı olur. Yəni, o situasiyaya uyğun olaraq kimsə lider kimi önə çıxır. Bəzilərinin düşüncəsinə görə isə lider özünü müəyyən cəhətlərdə inkişaf etdirdiyi sevilir. Təbii ki, bunların hər birinin özünə məxsus uyğunluğu və ya da inkar edə biləcəyimiz məqamlar var. Ümumilikdə götürsək, yəni mənim danışacağım istiqamət liderlik və özünü tanımadan ibarət. Hər bir lider ilk növbədə özünü tanımalıdır. Özünün daxili xüsusiyyətlərini, xarici xüsusiyyətlərini bilməlidir. Özünü tanımayan biri lider ola bilər. Hər birimiz psixoloji baxımdan da insan psixologiyasını mənlik şuuru deyiləndə 3 yerə bölünür. Real mən, ideal mən və sosial mən. Real mən olaraq əksər insanlar realda necə bir xüsusiyyətə malik olduğunu bilir. Yəni, özümüzü öz gözümüzlə baxırıq. İdeal mən artıq bizim özümüzü harada görmək istəyiriksə odur. Sosial mən isə insanın özünə başqalarının gözü ilə baxmasıdır. Özünü tanımada ilk növbədə əsas vacib şərt insanın dediyimiz kimi öz xüsusiyyətlərini dərk etməsidir, özünü dərk. Özünü dərk isə 2 istiqamətli olur. Bir daxili özünü dərk, bir də xarici özünü dərk, xarici özünü tanımaq. Daxili özünü dərk bizim daxilimizdə olan müəyyən xüsusiyyətlərimizi, zəif tərəfimizi, güclü tərəfimizi, öz potensialımızın fərqinə varmaq. Yəni biz reallıqda özümüz qəbul eləməliyik. Bayaq xanımlardan biri də özünə inam. Yəni öz xüsusiyyətimizdən əmin olmalıyıq ki, onun həqiqətən də reallaşdıra biləcəyimizə inamımız olsun. Və yaxud da ki, zəif tərəfimizi bilməliyik ki, bizi lider kimi, idarəedici kimi, kütləni arxamızca aparmağa, etimad qazanmağa, komandada mani olan halları aradan qaldıra bilər. Bunlar daxili özünü dərk. Bir də var xarici özünü dərk. Yəni, kənardan özümüzə baxmağımız.
Biz öz potensialımızı, öz dediyimiz müsbət mənfi xüsusiyyətlərimiz kənardan necə görünür? Əgər bizim liderliyə xas olan müəyyən xüsusiyyətlərimiz məsuliyyətdir, komanda ilə işləmək bacarığıdır, kütləni arxamızda apara bilmək qabiliyyətidir varsa, biz bunu cəmiyyətdə göstərə bilirik, reallaşdıra bilirik. Xarici özündəki budur. Ola bilər ki, sizin çox yaxşı xüsusiyyətiniz ola bilər, çox yaxşı natiq ola bilərsiniz, çox yaxşı müəyyən bir sahədə bacarığınız ola bilər. Amma bunu özünüzdən başqa heç kəs bilmir. Bunu cəmiyyətə göstərə bilmirsiniz. Kənardakılar bunu bilmir. Kənardakılar bilmədiyi halda sizi necə qiymətləndirəcək ki, həqiqətən sən bu işi bacarırsan, yoxsa yox. Bu xarici özlüklər, yəni kənardan o sosial mənimiz, kənardan bizə olan baxış. Özünü tanımanın 4 əsas sütunu var. Qeyd edildiyimiz kimi, öz duyğularını tanımaq birinci əsas gəlir. Biz öz emosiyalarımızın, öz duyğularımızın fərqində olmalıyıq. Biz həqiqətən emosionalıq, həqiqətən qəddarıq, həqiqətən daha duyğusalıq yoxsa yox. İkinci, düşüncə tərzini anlamaq. Burada gördüyünüz kimi kognitiv düşüncə tərzindən söhbət gedir. Yəni bu adi nəysə fikirləşmək deyil. Kognitiv idraki baxımdan bunu dərk etməkdir ki, biz müəyyən bəzən o düşüncələrimizi təhlil edirik, analiz edirik ki, kaş bunu deyərdim, kaş bunu deməzdim, əsəbləşməzdim. Bu təhlil edildiksə bunlar kognitiv düşüncə tərzindən irəli gəlir. Və dəyərlər sistemi. Dəyərlər sistemi bizim şəxsi prioritet, yəni bu saydığımız müəyyən xüsusiyyətlərimiz ki var, onun fərqində oluruq. Onlar içərisində əsas üstün olan, prioritet olan, bizi irəli apara bilən istiqamətləri, yəni o xüsusiyyətlərimiz, duyğularımızın fərqində olmaq, bilmək. Yəni, nə üçün bu xüsusiyyətimiz bizim üçün əhəmiyyətlidir? Və davranışları izləmək, öz-özümüzü müşahidə etmək, öz-özümüzü analiz etmək, təhlil etmək. Çünki öz-özümüzü analiz etməsək, bunları müəyyənləşdirməsək, təhlil etməsək, kənardakını necə göstərə biləcəyik? Və öz-özümüzü analiz etməyimizin SWOT analizi var. 4 əsas hissədən ibarətdir. Yəni, İngiliscə olan baş hərflərindən götürülür SWOT sözü. Burada nələr daxildir? Güclü tərəfimiz, zəif tərəfimiz, imkanlar və təhdidlər. Təbii ki, hər bir insanın güclü tərəfləri olduğu kimi, onun zəif tərəfləri də var. Burada imkanlar deyəndə maddi imkanlardan söhbət getmir. Yəni, bizim öz potensialımızı reallaşdıra bilmək üçün lazım olan, sahib olduğumuz biliklərimiz, bacarıqlarımız, xarakteri xüsusiyyətlərimiz, imkanlardır. Təhdidlər isə bizim uğurlarımıza mane olan nələrdir? İnsan əgər mübahisələrdən, konfliktlərdən qaçırsa, haqlı olduğu halda belə haqsızlığa uğramağa razılaşırsa, burada liderlikdən söhbət edə bilməz. Burada öz idarəçilikdən söhbət edə bilməz. Və komanda işin inkişafına laqeyd, komanda işinə laqeyd. Yəni, düşünün ki, bir qrupunuz var, bir komanda ilə işləyirsiniz, sizə tapşırılıb, amma ona laqeyd yanaşırsınız. Yəni, nə işləri bölüşdürə bilirsiniz və yaxud da ki, düzgün tapşırıqları potensiala uyğun verirsiniz. O komandadan, uğurdan söhbət gedə bilər. Sizdə həmin liderə qarşı bir etimat formalaşa bilər. Artıq ona inanmayacaqsınız ki, bu nə liderdir ki, bu bizi düzgün yönləndirə bilir, istiqamətləndirə bilir. Və özünü tanıma bir səyahətdir. İnsanın bir daxilinə etdiyi və onu uğura aparmaq üçün ortalığa qoyulmuş, nəzərdə tutduğumuz bir səyahət. Yəqin ki, hər birinin sosial şəbəkələrdən istifadə edəndə qarşınıza çıxıb mentorlar, müəyyən koçlar, onların təlimləri, fikirləri, bunları gündə 5 dəfə etsən, daha çox uğur qazanacaqsan və s. Həqiqətən də bunu sınayıb uğur qazananlar da olur və yaxud da buna inanmayanlar. Qarşınıza çıxıb belə məqamlar. Siz yəni belə koçlara, mentorlara əhəmiyyət verirsiniz, yoxsa yox? Siz verirsiniz, siz verirsiniz. Bax, əslində bu mentorların, koçların, bu ümumilikdə mərhələlərlə qeyd olunan şeylərdən dediyimiz kimi uğur qazananlar da olur və yaxud da bunu öz həyatında tətbiq edib uğur qazanmayanlar. Bunun əsas səbəbi nədir? Hər bir insanın şəxsi inkişafı fərqlidir. Burada ümumilikdə, yəni elmi baxımdan əsaslandırılmış özünü tanımanın 5 istiqaməti var. Gündəlik öz-özümüzü müşahidə, məncə bunu hamımız edirik, əksər hallarda. Bugün neynədir, düz elədik, səhv elədik, yəni öz-özümüzü analiz edirik. Dürüst rəy almaq. Misal üçün, bir mübahisə olub və yaxud da dərsdə bir hadisə baş verib, nəysə bir əsərləşik söz deyirsiniz, sonra ən yaxın etimad elədiyiniz, inandığınız rəfiqənizdən soruşursunuz ki, səncə mən düz elədim, bunu dedim və yaxud da kaş bunu da deyərdim. Yəni, dürüst rəy almağa çalışırsınız. Şəxsi günlük yazmaq. Bəziləri yazır, özünü daha yaxşı hiss edir, özünün
belə deyək, əsas istiqamətlərini müəyyənləşdirir. Bəziləri üçün isə əhəmiyyətsiz bir şey hesab olunur. Qərar vermədə subyektivlik. Misal üçün, müəyyən bir qrup daxilində bir problem var. Deyək ki, kimsə bugün dərs materialını gətirib paylamalı idi, amma yadından çıxıb, unutmuşsunuz və qrupda hamı sizi qəzəblidir ki, niyə görə material verməmişsiniz, seminara hazırlaşa bilməmişik və siz artıq burada öz rəfiqənizin tərəfində dayanırsınız. Burada artıq sizin şəxsi duyğularınız, emosiyalarınız dilə gəlir, onu müdafiə edirsiniz. Əslində qrupa haqsızlıq edirsiniz, amma bunun fərqində deyilsiniz, subyektiv qərar vermiş olursunuz. Çünki burada şəxsi hissləriniz əhəmiyyətli olur sizin üçün. Bunun fərqində olaraq da edən və yaxud da fərqində olmayaraq da edən insanlar ola bilər, amma bu komanda işində artıq bir liderə qarşı etibarın, etimadın zəifləməsinə, yoxa çıxmasına gətirib çıxarır ki, baxın biz buna etibar edirik, amma o tərəfkeşlik elədi, öz dostunun, qohumunun tərəfində dayanır. Və komanda inkişafına valideynlik məsələsi. Əgər siz bir qrupda, bir ailədə, bir cəmiyyətdə, bir hər hansı bir təşkilatda lidersinizsə, o komanda sizə tapşırılırsa, o komanda sizə arxayındırsa, təbii ki, komandanın hər bir üzvünün, hər bir potensialı nəzərə alıb, ona uyğun iş tapşırmaq lazımdır. Komanda üzvünün hər birinin fikirlərinə əhəmiyyət vermək lazımdır. Yekunda hər bir qərarı lider özü versə, əgər bütün bu dediklərinizə riayət olunmasa, komanda inkişafına, işinə diqqət yetirilməsə, onda orada inkişafdan və əsl liderlikdən söhbət gedə bilməz. Və özü tanıma səyahəti ilə bağlı ən çox qəbul olunmuş 5 mərhələ var. Burada dediyimiz bayaq, özümüzün müşahidə etməyimiz, tənqid etməyimiz ki, kaş bunu edərdim və yaxud da etməzdim. Dürüst rəy almaq. Misal üçün, hər hansı bir mübahisə olub qrupda, əsəbləşmişsiniz, nə isə deyirsiniz. Ən yaxın etibar etdiyiniz rəfiqənizdən soruşursunuz ki, mən düz elədim, bunu dedim. Və yaxud da sizə qarşı bir haqsızlıq olur, səsini çıxara bilməzsiniz. Yenə valideyninizdən soruşursunuz ki, səncə mən bunu deyərdim, yoxsa? Şəxsi günlük yazmaq. Bir çoxları bunu sevir, yəni bununla daha rahat öz istiqamətini, səyahətini verəcək, müəyyənləşdirir. Bəziləri isə buna əhəmiyyətli bir şey kimi baxır. Və müxtəlif psixoloji testlər, bunlar içərisində IQ testlər haqqında yəqin ki, eşitmişsiniz, insanın intellektual səviyyəsini müəyyənləşdirmək. Bu nə üçün lazımdır? Yəni, əsas vacib məqamlardan biri hesab olunur. İnsan bəzən öz potensialının fərqində olmur, özünü daha yüksək və yaxud da daha aşağı qiymətləndirir və IQ testi baxımından onun nəticəsinə uyğun bir potensialını bilir və potensialına uyğun sahəyə yönəlir. Əgər mənim IQ-um yüksəkdirsə və mən daha yüksək IQ tələb olunan sahələrdə uğur qazana bilərəmsə, niyə də ora yönəlir? Bazarlama ora çatırsa, bunun öhdəsindən gəlmək mümkün. Meditasiya, yogalar, müxtəlif bu kimi işlərlə özünün düşdüyü vəziyyətdən çıxarmır. O demək deyil ki, bu 5-in hər birini hamı eləsə, eyni nəticəyə gəlib çıxa biləcək. Yəqin ki, görmüşsünüz, sosial şəbəkələrdə müəyyən mentorlar, koçlar, təlimlər var. Heç rastlaşmışsınız verən bunları bu yoga ilə məşğul, gündə 5 dəfə güzgünün qarşısında özünə bunu deyir, onda özünü düşdüyü vəziyyətdən çıxaracaqsan və uğur qazanacaqsın. Bu tipdə və ya başqa testlərlə də qarşılaşırsınız. Çünki bizim müasir dövrdə daha populyar olan, aktual olan bir məsələdir. Amma bu təbii ki, o demək deyil ki, hamı bunu olduğu kimi eləsə, uğurlu nəticəyə gəlib çıxa bilər. Niyə görə? Çünki hər birimizin inkişaf səviyyəsi eyni deyil, potensialımız eyni olmadığı kimi. Həmin o mentorlar, koçlar sizin potensialınızı bilib müəyyənləşdirib, ona uyğun bir proqram hazırlayırlar adətən. Bu demək deyil ki, dostum bunları etsə, mən də etsəm, onda müsbət nəticə əldə olunsa, nail olmaq mümkündür. Yəni, mən də nəyəsə nail olacam. Və naməlum zona. Heç kimin bilmədiyi potensialımız, gizli qabiliyyətlərimiz. Bəzən elə situasiya olur ki, potensialına inanmadığınız insan belə sizi o vəziyyətdən çıxara bilər. Və özünü tanımayan liderlər ola bilər. Özünü tanımayan liderlərin təhlükəli məqamları nələr? Birinci əsas məsələ özünü şirkmə və egodur. Yəqin ki, hər birinizin ətrafında tanıdığınız az da olsa egoları yüksəklərdə olan insanlarla qarşılaşırsınız və yaxud da gələcəkdə qarşılaşacaqsınız. Yəni, potensialının özünü adekvat yox, özünü həddindən artıq qiymətləndirən, egosu yüksək olan insanlar. Bu, əgər liderdirsə, bu təhlükəlidir.
Çünki onun egosu yüksəkdədirsə, o özünü hamıdan üstün hesab edirsə, komandada başqalarının fikirlərinə əhəmiyyət veriləcək. Amma lider o demək deyil ki, mən qərar verim, mən əmr verim, mən dediyim olmalıdır. Əsl lider öz komandasının üzvlərinin fikirlərini də nəzərə almalıdır. Sonda özü qərar versə də, o analiz etməlidir, hər bir təklifi dəyərləndirməyə bacarmalıdır. Yox, əgər elə mən dediyim olmalıdır desə, orada ona qarşı da heç bir etimad ola bilməz və yaxud da o komanda, o iş uğurlu alına bilməz. Qarşıdurmalardan qaçmaq. Bəzən görürsünüz ki, bilmirəm, bəlkə sizin də aranızda var. Elə insanlar var ki, mübahisə etməli olduğu məqamlardan belə konfliktlərdən qaçır. Sözünü deməli olduğu bir vacib məqam olsa belə mübahisəyə getmir. Belə hallarla rastlaşmışsınız ümumiyyətlə? Konfliktlərdən qaçan insanlar mübahisəyə getmirlər. Haqlı olsa belə qaçır ki, təki söz-söhbət olması, komanda işi, dəyişiklik lideri, yəni köklü şəkildən inqilabi formada dəyişikliklər aparmağa üstünlük verir ki, əvvəl bu qaydalar var ki, mən öz qaydalarım var, bu daha effektiv olacaq. Öyrədici liderdir. Yəni həm o idarə etmədə işlərini tapşırır, həm də onları öyrənir. Yəni gələcəkdə hansısa bir sahəyə hazırlayır. Bu isə laissez-faire liderlikdir. Sərbəstlik və etibar. Yəni sərbəstlik verir, amma oranı idarə edə bilmir. Bəzən bu dərslərdə müşahidə edə bilərsiniz, şəxsi həyatınızda, dostlarınızla olan məsələlərdə daha çox sərbəstlik və yaxud idarə etmə sahəsində. Düşünün ki, hansısa bir yerdə işləyirsiniz, bir departament müdürüsünüz, bir şöbə müdürüsünüz, işçilərinizə sərbəstlik verirsiniz, ürəklə istədik vaxt gəlirlər, gedirlər, amma bu onlarda su-istifadə halına çevrilir. Bu effektiv olar sizcə. Müəyyən bir nəzarət mexanizmi olmalı. Və xidmətkar liderlik. Xidmət etməyi sevən, xidmət etməkdən zövq alan və komandanı xidmət edərək gücləndirmək. Bu, ümumilikdə liderliyin, yəni əsas tərzləri, növləridir. Təbii ki, bunların hansı daha üstündür, biri digərindən üstündürmü? Bunu bir mənalı şəkildə, mütləq şəkildə demək olmaz. Niyə görə? Çünki situasiyadan asılıdır. Situasiyaya görə demokratik lider effektiv ola bilər, situasiyaya görə xidmətkar lider effektiv ola bilər. Yəni, bunun üçün mövcud şərait nədirsə, ona uyğun o liderlik növündən, tərzindən istifadə etmək lazımdır. Və dəyişiklik lideri ideal təsir göstərən, intellektual baxımdan stimullaşdıran, fərdi nəzarət etmək və eyni zamanda fərdi nəzarət etmək o demək deyil, hamının işinə nəzarət edir ki, bu düzgün yerinə yetirib, yəni hamıya fərdi yanaşmağı bacaran və fərdi olaraq hamının potensialını bilib, onları bir komandanın ətrafında, bir eyni maraq, ortaq maraq ətrafında birləşdirməyi bacaran və ən əsas məsələ ilham verici motivasiya edir. Çünki motivasiya hər bir sahədə vacib olan bir məsələdir. Əgər o öz komandasına motivasiya verə bilmirsə, onu öz arxasıca da aparmağı bacarmayacaq. Və təbii ki, özünü inkişaf etdirmə yolları müxtəlif olur. Bunun əsas 5 hədəfi, 5 pilləsində birinci qeyd elədiyimiz kimi, əvvəldə də qeyd elədiyimiz kimi özünü tanımaqdır. Biz ilk növbədə özümüzü tanımalıyıq ki, özümüzü inkişaf etdirmək üçün zəif güclü tərəflərimizi bilək. Hədəf müəyyənləşdirmək. Əsas hədəfimiz olmalıdır ki, bu hədəfə çatmaq üçün addımlarımızı bilək. Hədəfsiz, məqsədsiz yaşamaq və yaxud da hədəfsiz, məqsədsiz nəyisə bir idarə etmək, bir komanda ilə işləmək heç vaxt uğur gətirməyəcək. Bu, istər təhsil həyatı olsun, istər iş həyatı olsun. Misal üçün, abituriyent olanda ixtisas seçirsiniz, əksər tələbələr. Bir çox hallarda tələbələr var ki, balım hara düşdüsə onu yazsın. Yəni, universitetə qəbul olmağı bir hədəf, məqsəd olaraq düşünür. Amma əsas hədəf bu olmamalıdır. Əsas hədəf, sən nə üçün bu ixtisasa, bu universitetə qəbul olmaq istəyirsən? Sənin hədəfin odur. Çünki sənin universitetə qəbul olmağın, ali məktəbi bitirmək, bu hədəfə çatmaq üçün bir vasitədir. Əsas hədəf deyil. Fəaliyyət planı. Hədəfinə çatmaq üçün planlı olmalıdır, mərhələli şəkildə o plan üzrə getməlisən. Təbii ki, planda alternativləri də nəzərə almaq lazımdır. Plan üzrə getməyəndə mən hansı addımlar atacaq? Alternativlər mütləq şəkildə lazımdır. Çünki heç vaxt hamı həyatında planlaşdırdığı kimi %100 üst-üstə düşmür. Müəyyən situasiyalardan asılı olaraq fərqli bir hallar da baş verir. Davamlı öyrənmək. Kitablar, kurslar, bu demək deyil, yəni elə insanlar
qadınlar müəyyən bir müddətdə bir kurs öyrənir, bir misal IT sahəsini öyrənir. Amma orada da inkişaflar, çünki yeni texnologiyalar inkişaf olunur, gündəlik proqram kəşf olunur və sən onu bilməlisən ki, o sahədə uğur qazanasın. Və yaxud öz ixtisasında olsun. Siyasi metodlar və digər şeyləri bilməlisin. Rəy və tənzimləmələr. Yəni dediyimiz bayaqki 360 rəy və adaptasiya olunmaq. Yəni sən bütün bu 4 mərhələdə olanları tənzimləməyi bacarmalısan. Ki, hansının miqdarı nə qədərdir, hansını düzgün etmirsən, səhv etmirsən. Bunları vurgulamaq üzrəyidir. Və özünü tanımaq, liderlik, əbədi səyahətdir. Özümüzü tanıyaraq biz əslində öz dünyamızı, cəmiyyətimizi kəşf edirik. IQ səviyyəmizi və emosional intellektimizi inkişaf etdiririk. Yəni həm emosional, həm ağıllı olmağın miqdarını bir-birinə uzlaşdırmaq lazımdır. Çox ağıllı olub, emosional baxımdan zəif olmaq olar və yaxud da elə insan var ki, hər sahədə potensiyalı var, amma o qədər emosionaldır ki, emosiyalarını cənublaya bilmir. Yəni lazım gələndə o cümlənin nöqtəsini qoymamış emosional partlayış yaşayır. Bu da onun lider kimi ziyan vura bilir. Komanda qrup uğur qazanmaq, yəni birlikdə hərəkət etmək və dediyimiz kimi daim öyrənmək. Çünki inkişaf heç vaxt dayanmır, daimlidir. Siyasi həyatda, ictimai həyatda aktiv rol oynamasının hüquqi baxımdan, dövlətçilik baxımdan əsasını qoymuşdur. Azərbaycan qadınının qazandığı uğurlar baxımından. Növbəti o irəliləyən slaydlarımızda digər qadınlarımız haqqında da uğur qazanan cəmiyyətə fayda verən Azərbaycan xanımları haqqında da danışacağıq. Amma təbii ki, bunlar ilk növbədə qadının cəmiyyətdəki rolu və müəyyən statistik məlumatlarla bugünkü gündə vəziyyət necədir, onu analiz edib və çıxış yolunu sizlə bərabər bir yerdə axtarmaq. Qadınların sosial sahədəki rolu təhsil sahəsində, səhiyyə sahəsində və bir də xeyriyyəçilik sahəsində ən çox rol oynadığı bildirilir. Və sizin fikrinizcə, qadınlar ən çox hansı sahələrdə iştirak etməlidir? Hansı sahələrdə iştirak etsələr, fəaliyyət göstərsələr, hansı sahələrdə lider olsalar, cəmiyyət daha yaxşı inkişaf edər, daha yaxşı uğur qazana bilərik qadın olaraq? Hansı sahələr qadın üçün daha uyğun hesab edilir? Bizə görə. Qadın hansı sahədə idarə edici üstün rola sahib ola bilər və yaxud da ola bilməz. Belə bir sahə düşünürsünüz ki, qadın o sahədə olmamalıdır. Mühəndislikdə məsələn, amma müəllimlikdə məncə daha yaxşıdır qadın. Təhsil sahəsində müəllim olaraq daha yox, siz deyirsiniz yaxşıdır. Aydın xanım deyir ki, orada qadın ola bilməz. Mühəndislikdə mühəndislikdə, yəni fiziki iş tələb edən sahələrdə qadın olmaması. Fiziki iş, başqa. Mən belə bir sizə sual vermək istəyirəm. Fiziki iş tələb edən deyəndə biz tam nəyi nəzərdə tuturuq? Məsələn, dünya kəşf təsərrüfatı qadınların üzərində. Hamısı da fiziki iş tələb edir. Yox, elə yox, yəni ağırlıq tələb edən məsələn, bəli, zərər verəcək, yəni incə olduğu üçün dərsi və yaxud da necə? Qadın zərif olduğuna görə siz hesab edirsiniz ki, onu ağır işlərdə görmək istəmirsiniz. Bəli. Əslində sizin dediyiniz əmək qanunvericiliyi baxımından tənzimlənir, Dünya Əmək Hüququ və Azərbaycan Əmək Məcəlləsinə də baxsaq, orada müvafiq maddələr var ki, qadınların əmək hüququ ilə bağlı 10 kiloqram, 15 kiloqram o müəyyən məhdudiyyətlər vardır. Yükləri daşıyacaq, qaldıracaq məsafədə və qadınlara işlədilməsinə icazə verilir. Qanunla bu qadağandır. 10 kiloqramlıq maksimum 10 kiloqrama qədər yükü daşıya bilər və 15 kiloqrama qədər əgər yük varsa, onların 15 kiloqram. Yəni müəyyən təbii ki, yükü 1 metrdən artıq məsafəyə qaldırılması qadağandır. Əgər belə bir vəziyyət varsa, bu sahələrdə qadınlar işlədilirsə, bu qanunvericiliklə qadağan olduğu üçün həmin şəxslər, müəssisələr məsuliyyətə cəlb olunur. Yəni dediyiniz o ağır işlər qanunvericiliklə bugünkü gündə tənzimlənən bir prosesdir. Bəs başqa hansı sahələrdə qadınları görmək istəyirsiniz, daha çox olsunlar, düşünürsünüz ki, daha az bu sahələrdə, amma hal-hazırda o vəziyyət belə deyil, sizi qane edir ki, bu sahədə qadınlar yetərli qədər, kifayət qədər təmsil olunurlar. Sizin düşüncənizə, araşdırmanıza. Məsələn, xanımlar, mən belə bir sual vermək istəyirəm. Sizdən bir qədər səssizsiniz. Məsələn, siz qadın nazir tanıyırsınız.
Yox. Mən ikinci bir sual vermək istəyirəm. Sizcə bizim parlamentdə deputatların arasında qadın sayı lazımınca bizi qane edə bilən səviyyədədir? Yox. Üçüncü bir sual vermək istəyirəm. Məhkəmə sistemində artıq bizim nə qədər qadın hakimlərimiz var? Elə də çox deyil. Ali məhkəmədə bizim necə qadınımız var? Qadın alim hakimimiz var. Bax, ali məhkəmədə. Apellyasiya məhkəməsində, hərbi məhkəmədə neçə dənə qadın var? İcra hakimləri arasında sizcə qadınların sayı nə qədərdir? Məsələn, heç qədərdir. Mən sizə bax, konkret bu suala cavab verməkdəyim. İndi keçirik. Nə qədər bizim qadın müavinimiz var? Nə qədər icra hakimiyyətində bizim qadın müavinimiz var? Təhsil sistemində işləyənlərin çox kimlərdir? Qadınlardır. Rəhbər vəzifədə olanlar kimlərdir? Kişilərdir. Məsələn, kitabxanaların bir çoxunun kimlər idarə edir? İşçiləri, qadınlar, rəhbərlər kimdir? Kişilər. Xəstəxana müdürləri kimdir? Kişilər. İşçiləri kimdir? Hamısı qadınlar. Yəni bu idarə etmədir. Dövlət və siyasi idarə etmə sistemində rəhbər vəzifələr 90%-dən çoxu bilməyənanı kimə məxsusdur? Kişilərə məxsusdur. Bir qadın gibi həmişə bir qədər özünü bir arkada göstərməyə çalışır. Çünki bu tək bizdə belə deyil, bütün dünyadadır. Yəni Azərbaycandan, şərq aləminə xas olan bir xüsusiyyət deyil. Niyə sizcə? Qadın liderlər niyə hədəfə gətirilir? Məsələn, nə cavab verə bilərdiniz buna? Yaxşı, başqa bir sizə sual vermək istəyirəm. Bəs bunun təsiri nə ola bilər? Bax, bir qadın lideri, psixoloji, mənəvi, hətta ola bilsin ki, fiziki təzyiqə məruz qalmasının, bir lağa qeytindən çevrilməsinin təsiri cəmiyyətə nə ola bilər? Cəmiyyət geri qalır. Bunu cəmiyyət olaraq sivilizasiyadan tamamilə kənar düşə bilər. Bir qadın liderin lağa qoyulması, onun başqa qadın liderlərin önə çıxmasına, qadınların ictimai, siyasi, dövlət idarə etməsində nə ilə iştirak etməsində tam mani olarlar. Ona görə də biz nə etməli? Var gücümüzlə bunun olmamasına yaxşı çalışmalıyıq. Bugün Aygün xanım bir balaca bir canlılıq gətirir sayəsiz. Hələ bayaq Fiona xanım deyilirdik, qadınların dünya üzrə siyasi sahədə, parlamentdə iştirakına diqqət yetirilsə, dünyada, yəni bütün dövlətlər nəzərə alınır, 70% kişilərdir, 30% qadınlar. Yəni bu təkcə bizim parlamentimizdə yox, ümumi qlobal olan bir məsələdir və statistikaya 2025-ci ildə qadınların siyasi təmsilçilik indeksi kişilərlə müqayisədə 23,2%. Yəni qlobal bir problem əsrlərdən bəri, minilliklərdən bəri qadınlara qarşı cəmiyyətdə formalaşdırılan stereotiplərdən, onların bir özünə inamının qırılmasından, baskı altında saxlanılmasından və buna baxmayaraq qadınlar bir çox sahələrdə uğur qazanıblar, elm və təhsil sahəsində, daha sonra siyasi sahələrdə, səniyyə sahəsində dünyada örnək olan, nümunə olan qadınlar var. Bunlar içərisində ilham verən, yəni qadınlara stimul verə biləcək, nümunə ola biləcək, müxtəlif dövrlərdə uğur qazanmış xanımlar var ki, bunlar həm elm, həm siyasət, təhsil, mədəniyyət sahəsində nümunədir. Baxın, Mariet Curie, 2 dəfə Nobel mükafatı laurəti olan bir kimyacı xanımdır, həm fizik, radiasiya tədqiqatlarının əsas ilk pioneri sayılır, ilk dəfə ortaya deyilik. Daha sonra Rosalind Franklin, DNT, bilirsə insan DNT-si ilə bağlı əsas onların rentgen şəkillərini, o analizləri müəyyənləşdirmək üçün əsas başlanğıcını qoyan, yəni o foto 51 deyirlər də tip sahəsində, genetika sahəsində onu kəşf edən qadın alimdir. Daha sonra Dorothy Hodgkin, rentgen kristallografiyasında Nobel mükafatı alır, yəni Nobel mükafatı olan xanım. Bu isə Pakistanlı 17 yaşında Nobel sülh mükafatı almış Məlalə Yusufzadədir. Bunun bir əsəri də var. Məşhurdur. Kitabları da görürsünüz. Bilməm, aranızda oxuyan var onun kitablarını. Məlalə Mənəm adlı bir kitabı var. Pakistanda, şərq aləmində, müsəlman aləmində fiziki zorakılıqlara məruz qalır. Amma buna baxmayaraq qadınların haqq səsi
şəxsi qadınların təhsil alması uğrunda mübarizə apardığı üçün 17 yaşında Nobel mükafatına layiq gördük. Və Azərbaycanda bugün bayaq Günay xanım dedi, qadın nazir görə bilməsək də, bizim ilk qadın nazirimiz, Xarici İşlər Naziri Sovet dövründə 1959-cu ildə olmuş Tahirə Tahirovadır. İlk dəfə Azərbaycan ilk Xarici İşlər Naziri olub, uğurlu fəaliyyət göstərir və SSR-də xüsusi siyasi idarəetmə sahəsinə malik olub. İlk kimyaçı alimimizdir İzzət Orucova. Kimya sahəsində, yəni o texniki elmləri, bəzən belə bir ifadə də var ki, cəmiyyətdə texniki elmləri, məntiqi təfəkkürə əsaslanan elmləri qadınlara aid eləmirlər ki, qadın məntiqidir, qadın məntiqi bunun öhdəsindən gələ bilməz. Bu da bir stereotipdir əslində və o stereotipləri qıran xanımlarımızdan biridir. Azərbaycanın uğur qazanmış xanımlarından biridir. Və Azərbaycanın qadın milli qəhrəmanları. Cəmisi 3 nəfərdir. Gültəkin Əskərova tibb sahəsində 1-ci Qarabağ müharibəsində fəaliyyət göstərib, şəhid olub. Salatın Əskərova, yəqin ki, o xanımları tanıyırsınız, jurnalist xanımımız olub. Və Hökümə Əliyeva da təyyarə qəzasında o inam verən, ilham verən, o səsi qulaqlarımızda olan milli qəhrəman xanımlarımızdandır. Yəni, bu xanımlar bir daha örnəkdə həm Azərbaycanda, həm dünyada ki, nə qədər qadının hüquqlarını məhdudlaşdırmağa çalışsalar da, nə qədər onun potensialını məhdudlaşdırmağa, yox etməyə, üzə çıxmasına mane olmağa çalışsalar da, tarixin müxtəlif dövrlərində, inkişaf mərhələlərində həm tibb sahəsində, təhsil sahəsində, elm sahəsində, eləcə də siyasi sahədə də və ən çətin o müharibənin qanlı qadalı vaxtlarında, fövqəladə vəziyyətlərdə belə qadınlar öz potensiallarını reallaşdıra bilirlər. Bugünkü gündə bu qadınlar həm bizim cəmiyyətimiz üçün, həm beynəlxalq aləmdə, bütün dünya üçün bir örnəkdir, bir nümunədir. Belə xanımlar, bayaq Günay xanımın sizə verdiyi sualdan irəli gəlir ki, bir qadın əgər qadın lider, idarə edən şəxs müəyyən stereotiplərə, qısqamalara məruz qalırsa və əgər cəmiyyət olaraq qadınlar ona dəstək olmursa, cəmiyyət əgər onun bu belə deyək, məhdudiyyətləri ilə barışırsa, bu gələcəkdə digər qadınların da ön plana çıxmasına mane ola bilən bir hallar. Və ən əsası, ən böyük liderlik insanın özünün özü ilə apardığı daxili mübarizəsidir. İnsan özünün lideri olmağı bacarmalıdır. Daxili mübarizəsində qalib gəlməyən, özünün lideri ola bilməyən başqalarına da bir komandaya, bir qrupa, bir təşkilata da heç vaxt lider ola bilməz. Və hər birimizin öz səyahətimiz özümüzün əlindədir. Lider ola bilmək, xüsusiyyətlərimizi inkişaf etdirmək baxımında. Mən təşəkkür edirəm Aydın xanıma. Xanım Qasitə də təşəkkür edirəm. Belə hesab edirəm ki, bu günləri bizim bugünkü təlimimiz deyək, müzakirəmiz ilə hər birimizin içində bir mən də liderəmlik sualını bir ən azı o yaptı. Mən də lider ola bilərəmmi? Liderlərdən mənim nəyim əskiydi? Lakin belə fikirləşimi doğrudan da gələcəkdə hər hansı biriniz olursa nazir olacaqsınız, rəhbər olacaqsınız, deputat ola biləcəksiniz. Niyə də yox kimi bu suallar sizin içinizdə bir oyandı. Təşəkkür edəm sizin hamınıza. Getməmişdən qabaq xahiş edirəm bir komanda şəkli çəkdirək. Daha sonra isə sağollaşaq.